Salam əziz şagirdlər, mən bugün sizə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə, yəni blok imtahanının qeydiyyatı necə aparılır, onun izahını verəcəm. Əvvəlcə Google səhifəsindən yəni Dövlət İmtahan Mərkəzinin şəxsi səhifəsinə daxil oluruq və bura daxil olduqdan sonra Dövlət İmtahan Mərkəzinin öz kabinetinə daxil oluruq. Burada görərsiniz, elə birinci yaz qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi üçün qeydiyyat. Buraya daxil oluruq və orada qeyd edilib bakalavriat səviyyəsinin 1-ci, 4-cü ixtisas qrupları üçün birinci cəhd imtahanının qeydiyyatı. Buraya daxil olaq. Daha sonra görərsiniz, abituriyentlər üçün giriş. Biz burada hansı ki istifadəçi adı yazılan yerə biz şagirdin fin kodunu daxil etməliyik. Şagirdin fin kodunu daxil etdikdən sonra davam et düyməsini basırıq. Və burada isə şagirdin biz daxil etməliyik kodunu. Yəni imtahana girişi nə qoyubsa, yəni parol özü üçün nə qoyubsa onu daxil etməliyik. Və bunu yazdıqdan sonra artıq şəxsi səhifəyə daxil oluruq. Və buraya daxil olduqda görərsiniz ki, orada artıq şagird haqda, yəni bütün məlumatlar verilib. Yəni hansı qrupa imtahan verəcək və yaxud da dili, fənni, hansı xarici fənnindən imtahan verib olardı. Və aşağıda birinci ixtisas qrupu, bura baxın, 1-4-cü ixtisas qrupları üçün qəbul imtahanı ikinci mərhələsinin birinci dəhlib məlumatları. Yəni biz burada ixtisas qrupu yazılan yerə daxil oluruq və hansı ixtisas qrupu, məsəl üçün birinci qrup riyaziyyat kimyadırmı, birinci qrup riyaziyyat informatikadır və yaxud da üçüncü qrupda əgər hər ikisini seçirsinizsə, üçüncü qrup DT və yaxud da TC alt qruplar, bunlardan birini seçməliyik. Biz indi riyaziyyat kimya alt qrupunu seçirik, birinci qrup alt qrupunu. Buraya daxil oluruq və artıq burada heç bir proses qalmadığına görə ərizəni təsdiq et düyməsinə basırıq. Və burada görürsünüz ki, yazıb, cari seçim üçün ödənəcək məbləğ 0 azayın. Çünki biz əlavə bir qrup seçmədik. Əgər məsələn, biz 3-cü qrupdan DT və TC alt qruplarından ikisini də seçmiş olsaydıq, 30 azayın ödəniş eləməliydik. Yəni, bu da səbəb odur ki, əlavə orada coğrafiyadan imtahan verməyə görə. Ona görə də razıyam ərizəni təsdiq edib basırıq, yəni daxil oluruq. Bəli, şagirdin ərizəsi artıq təsdiq olundu. Məlumat təsdiq olunub. 21-4-cü ay 2025, 11:42-də. Yəni, bu şagirdin artıq riyaziyyat kimya alt qrupu üzrə ərizəsi təsdiq olunub. Və bunun da buraxılış vərəqəsi imtahana yəqin ki, 10 gün qalmış gələcək. Bu da imtahana qeydiyyat. Sağ olun, növbəti izahlarda görüşənədək.